Hamıya salamlar. Alanya Obadayam ve bugün size yeni açılmış Oba City Plaza'nı təqdim edeceğim. Bakın yukarıda yazılıb Oba City Plaza ve bu ərazi harda yerleşir? Tam Oba Devlet Hastanəsinin sağ tərəfində. Ora Oba Devlet Hastanəsidir. Üzbəüz durduğumuz zaman sağ tərəfdə yerleşir. Və mən hal-hazırda bura uzaqdan baxıram. İndi içeri keçəcəm. İçəridə ofislər, mağazalar, restoranlar, kafeler buradan da görmək olur. Ve bugün biz geldik bura çünkü burada Next döner var. Alman döneridir. Çok güzel idi. Buranı məsləhət görəm. İndi oranı da için göstərəcəm. Bu tərəfdə ümumiyyətcə yol kənarında qarşıda böyük bir restoran var. Sonra kavurmacı Göksay, İlıca Mangal Park, Next döner, Alforno Cafe. Burada burgerler, pizzalardır. Ankara Simit Saray vesaire. Ve burada çoxlu kiralık ofisler, dükkanlar yazılıb. İndi içeri daxil olup baxaq. Birinci restoran çok böyüdü. Adını görə bilmədim. Nə vaxtsa qismət olsa gələrik ora. Ve bu böyük yer Oba City'nin girişidir. Oba City Plaza'nın girişidir bura. Next dönerin reklamlarını görmüştüm Instagram'da. Alman döneri Avrupa'da popülerdi. Artık Alanya'da da var. Çok maraqlıdır, dadı gözəldir. İndi buradan kısa olarak göstereceğim. Sonra ətrafa da baxarıq. Adam çoxdur. Burada mesele ondan ibarətdir ki, siz sipariş verdikten sonra burada olan ingredientləri özünüz seçə bilirsiniz. Hansını istəyirsinizsə əlavə olunur, toyuq və ət dönəri var. Sonra gelip rahat burada otura bilərsiniz. Qiymətlər də orada yuxarıda qeyd olunub. Və o Next dönərdən çıxırıq bu tərəfə, gəlirik plazanın içinə. Burada da ofislər, restoranlar, mağazalar. O tərəfdə aptek görürəm. Bu tərəfdə bir restoran var və ətrafa baxaq. Arka taraf Oba Hastanəsinin bir hissəsidir. Bəli, burada böyük aptek var. Bura aptekin arka hissəsidir, eczanə. Türkiyədə aptek eczanə adlanır. Və belə 4 mərtəbəli binalar, bunlar da əsasən ofislərdir. Kiralıq ofislər filan kimə lazım olsa gəlib bu plazada özünə ofis kiralaya bilər. A, B, C 3 blokdan ibarətdir. Baxın, artıq yuxarılarda ofislər tutulub. Birinci mərtəbələr əsasən restoranlar idi. Bayaq gördük. İkinci mərtəbələr isə ofislərdir. Bu da bir digər girişdir. Biz isə buradan çıxırıq çölə. Burası gördüğünüz kimi böyük Oba Devlet Hastanəsi. Alanya'nın tek böyük devlet hastanəsi buradır. Bura eczanədir. Bu da növbəti giriş. Orada ise çok güzel böyük bir restoran var. İndi önünden keçib baxarıq. Ha, burada Yaprak Tantuni restoranı var. Bir tərəfi içəriyə açılır, bir tərəfi çölə. Və bu böyük ərazi isə çox böyük restorandır bura. İndi adına baxacağıq. Bəli, bura isə görünüşünə görə də seçilir. Laos adlanır, böyük restorandır. İndi burada yerə gəlmişkən doğrudan da baxın, çox böyükdür, qəşəng, səliqəli, gözəl dizayn olunub. Burada gələ bilərsiniz. Və Laosdan çıxdıq. Baxın, yuxarılarda ofislər, kimə nəsə lazım olsa. Psixoloq var orada, eşitmə cihazları, diyetisyenin, diyet, sport vesaire. Tülay Şahin Hair Studio Nail. Bu ise kavurmacı Göksay. Kavurma Türkiye'de çok popülerdir. Kavurma istəsəz bura gələ bilərsiniz. Çörək arası filan vesaire hər cürə verilir. Bu da kiralık ofis ve iş yeri, nömrələr. Kimə lazımsa əlaqə saxlasın. Biraz da qabağa gəlirik. Ilıca Mangal Parkın önünə. Burada da kokoreç, kömürde kuzu kokoreç verilir.
maraqlı yerlər açılıb və yenidən qayıtdıq Next dönərin önünə. Baxmışkən bu tərəflərə də yaxından baxaq. Al Forno kafe, pizzalar, burgerlər təqdim olmuş. Bu da Ankara Sanayi Simit Fırın. Yuxarıda da yenə bir sıra ofislər var. Gözəlliklə bağlı, turizmlə bağlı, Statum Travel, Emel Aras Ersoy, mimarlıq və s. Bax belə əziz dostlar, bununla da Obadan videomu yekunlaşdırıram. Bugün mən sizə yeni açılmış Oba City Plazanı təqdim etdim. Və əlbəttə ki, Next dönəri yaxından görmüş olduq. Sağollaşıram. Gələn videolarda görüşərik. Sağ olun, var olun.